hamını salamlayıram. Bu Excel dərsimizdə də tapşırıq yerinə yetirəcəyik. Keçirik tapşırıq 18 vərəqinə. Tapşırığın şərti ilə tanış oluruq. D sütunundakı başlıqlara əsasən Y sütununda hesablamalar aparın. Y sütunundakı nəticələri F sütunundakı cavablarla müqayisə edin. Yerinə yetiririk. Ümumi sifariş məbləğini hesablayırıq. Funksiya tətbiq edəcəyik. Gəlin klaviaturadan daxil edək. Minimal sifariş məbləğini hesablayaq. Maksimal sifariş məbləği. Orta sifariş məbləğini hesablayaq. Sifariş miqdarını hesablayaq. Yəni sifarişin sayını hesablayaq. Öncəki dərslərimizdə demişik ki, boş və mətn daxil edilmiş xanalardan başqa məlumat daxil edilmiş xanaların sayını təyin etmək üçün Excel'in 2010-cu versiyasında short funksiyası var. Hal-hazırda biz 2010-cu versiyada işlədiyimizə görə əldə etdiyimiz cavabların doğruluğunu təyin etmək üçün Y sütunundakı məlumatları F sütunundakı cavablarla müqayisə edirik. Nəticələrin doğruluğuna əmin oluruq. Videonu layiklamağı, kanala abunə olmağı unutmayın. Sağ olun.